Salam dəyərli izləyicilər. Bugünkü videomuzda deməli 13 aprel bugünkü tarixdə keçirilən imtahanın izahlarına baxacağıq. Deməli başlayaq. İlk sual. Deməli ilk sualımız nəyə aiddir? Hesablamadır. İfadənin qiymətini hesablayın deyir. İfadənin qiymətini hesablayaq. Deməli burada bizə nə təqdim olunur? 56-15 sürətdədir. Məxrəcdə də gördüyümüz ifadə. Məxrəcdə deməli sürəti saxlayaq. 56-15 qalsın burada. Məxrəcdə 14 vurulsun. 20 çıxılsın 50. 20-dən 50 çıxanı 5 vurun 50 edir. 20-dən 50 çıxanına qalır -30. Burada da 14-dən 56-ını apararıq. 14-də 14-də 1, 14-də ixtisar gedir. 56-nın içində 4 dənə 14 var. 30-la da 15 apararıq. Bir dəfə, 2 dəfə. Mənfi, bunlar müsbət edəcək. 4-ü də 2-yə böləndə, burada sürətdə 4 qalır, məxrəcdə 2 cavab edir 2. D variantı. Sonra davam edək. Növbəti 58-ci sual. 58-ci sualımız çoxluqlara aiddir. Burada bizə deməli nə təqdim edir? A çoxluğu gördüyümüz elementlər, B çoxluğu görünən elementlər. C-də məlum məsələdir. Deyir, A-la B-ni kəsişdir, sonra C-nin elementlərini çıx. A-la B-ni kəsişdirək. Kəsişmə nə deməkdir? Ortaq. A-la B-nin ortaqları hansılardır? Deməli, 1 var, 1 ortaqdır, sonra 2 ortaqdır, başqa 5 ortaqdır. 1, 2, 5 ortaqdır da, A-la B-nin ortağı. 1-lər ortaqdır, 2-lər ortaqdır, bir də 5-lər ortaqdır, başqa qalmadı. Deyir, bunlardan da bunların içində C-nin elementlərini çıx. Bunların içində C-nin hansı elementləri var? Deməli, 1 var, başqa heç bir şey, 2, 5. Olur, doğru cavabımız D variantı. Növbəti suala keçək. Növbəti sual bu səhifədədir. Deməli, yəqin ki, görünür burada sualımız. Bizdə nə deyir? Burada 90 dərəcə cavab verir, yəqin görürük. Bura 90 dərəcədir. Buranı da DOC 25 dərəcə verir. 90, 25 buranı soruşur. X cəmi 180 olmalıdır. 180 olması üçün bu ikisinin cəmi 115, 65 olmalıdır. Soruşulan bu cavabımız. Deməli, keçək növbəti suala. Növbəti sualımız 60-cı sual deyir. Kəsri ixtisar edeyim. Təbii ki, burada baxan kimi sürətdə deməli 4-lü hədd var yuxarıda, deməli sürətdə. Orada 2-2 götürüb qruplaşdırıb orta vuruq çıxartmalıyıq. Burada da deməli orta vuruğumuz təbii ki, burada 5 ilə 5 olan götürəcəksən, M ilə burada M olan götürəcəksən, 5 olanlar 1 götürürsən. Bu ikisində M kvadratı ilə M-də M-i orta vuruq çıxartsan, burada qalacaq M çıxılsın N. Bu ikisində də 5 götürəcək, amma birinci inşası mənfidir. Mənfi 5-i götürsək, burada qalır N. Burada təbii ki, qabağa mənfi çıxartdığımız üçün işarə minus olacaq, çıxma, N çıxma. İndi burada bir şey diqqət etmək lazımdır. Burada M çıx N-dir, burada N çıxmadır. Bunların ixtisar getməsi üçün yerini dəyişirsən, yəni bunu M çıx N eləsən, bu işarə toplam olacaq da, əksinə dəyişdir. Artıq burada orta vuruğumuz nə olur? M çıx N. Burada da var M çıx N, burada da. M çıx N-ni deməli orta vuruq götürsün. Biz hələ sürəti yazırıq da. Burada M qalır. M çıx N-ni orta götürəndə M qalır. Burada da müsbət 5 qalır. Bu sürətimizdir bizim. Məxrəcimizə baxsaq A kvadrat çıx B kvadratıdır. Bu 5-in kvadratıdır. Bu da M-in kvadratı. 5 çıx M, 5 topla M. 5 çıx M. Bu da 5 topla M. Burada 5 topla M-lər gedir. Qalır M çıx N böl. Deməli, 5 çıx M C variantımız. Belə. Deməli, keçid alan növbəti sual. 61-ci sual çevrəyə aid sualdır. Deməli, 61-ci sualda burada nə deyir? Müəyyən bucaqlar verib burada. İndi şəkili burada ayrıca çəkək. Orada üzərində biraz qarşılıq oluşub. Deməli, belə bir çevrədir. Çevrə verilib. Deməli, mərkəzi qeyd edəcəyik. Mərkəzi burada birləşdirib radiuslarla. Sonra burada bir daxili bucaq yaradıb. Burada bir daxili bucaq var. Mərkəz O nöqtəsidir. Bura B təpəsi, bura C, bura da A-dır. Bura təbii ki O nöqtəsidir. İndi bizə nə verir? Deyir O nöqtəsində ABO 22-dir. ABO, yəni bu bucaq 22 dərəcədir. Bu bucaq 22 dərəcədir. Sonra bu bucaq ACO 28 dərəcədir. Bizdən istəyir
bu bucağı ABO bucağını istəyir. ABO bucağını istəyir. Buradakı bucağı. Yoxsa BAC. Bu bucağını istəyir yəni. A bucağı istəyir bizdən. İndi bunu müxtəlif yolla tapmaq olar. Məsələn, daha dəqiq məsələn baxsaq, tutaq ki, bunu uzatson artırma ilə bu hissəyə uzatson. 28-in qabağı nə qədər olacaq? 28-in qarşısı deməli 2 misli olur da. Daxil bucaqda 28-in qarşısı olacaq 56. Sonra məsələn burada həmçinin bunun qarşısını biz artırsaq bura 22-nin qarşısı olacaq. Buradakı qövs olacaq 22-nin qarşısı 44. Sonra bizdə deməli 44. Başqa heç bir şey. Bu qövs nə qədər oldu? Bu qövsün bütövlüyü oldu 44-ün 56-nın cəmi, yəni 100. 100 dərəcəyə də. Onda bu da mərkəzi bucaq 100 dərəcə olur axı. 100 dərəcədirsə, bu da 100 dərəcədir. Təbii ki, bunlar da eyni qövsə söykənir. Bax, bu x soruşulan bucaqla bu 100 dərəcə eyni qövsə söykənir. 100-dürsə bunun qövsü də 100-dür. Bu 100-dürsə, bu qövs, BC qövsü 100-dürsə, deməli x bucağının yarısı 50 eləyəcək. Və yaxud da birbaşa 22 ilə 28 toplayıb 50 də yazmaq olar. Sadəcə bir həllə izah eləmək istədim. Cavabımız olur 50, düzdür. Keçək 62-ci sual. 62-ci sualımız burada rahat bir təbliğlər sistemidir. Deməli, burada bizə nə lazımdır? Heç bir şey eləmək lazım deyil. Nəyəsə vurmaq, nəyəsə bölmək ehtiyac yoxdur. Çünki baxırsan, müsbət yığıq, mənfi yığıq. Bunlar neyə ixtisar gedər? Toplayanda mənfilar gedir. Bunlar toplayanda 3x bərabər 0-16 toplayanda 6, x də bərabər deyir 2. Elə bizdən də x istəyir. Cavabımız olur 2. Deməli, 63-cü sual. Burada əlim düşür üstünə. Deməli, kubun tilini 2 dəfə azaldanda, kubun tilini 2 dəfə azaldanda həcmi neçə dəfə azalar? Təbii ki, burada kubun həcminin düsturunu bilmək lazımdır. Kubun həcminin düsturu necədir? V bərabərdir A-nın kubu. İndi bunu 2 dəfə azaltsan, olacaq 2 dəfə azaldanda til nə olur? 2-yə bölmək deməkdir. A bölgü. Onda həcm olacaq bunun kubu. Yəni 2-də A-nın kubu. Bunu da kuba yüksəldəndə olur 8-də A kubu. Yəni bu heç yazmaya ehtiyac yoxdur. Bu cür artıq bilməlisən ki, əgər bilirsənsə ki A kubudur, 2 dəfə azaldanda 8 dəfə azalacaq təbii ki. Məlum məsələn, birinci həcm A kubudur, ikinci həcm A kubu böl 8-dir, 8 dəfə kiçilir də, 8 dəfə azalır. Növbəti sualımız 64-cü sual. Yenə rahat bir təmlidir. Burada 3 vur var, təbii ki bunu görürsünüz. Burada deməli 6-nı 3-ə böləcəksiniz, ixtisar aparırsan, x çıx 2 bərabərdir 2-yə, x də bərabərdir 4-ə. Təmli həll edin, kökümüz 4. Deməli, növbəti sualımız 65-ci sual gələcək bu hissədə. 65-ci sualda düzbucağının uzunluğunu 40%, enini 20% azaldanda sahəsi neçə faiz azalar? Sahəsi neçə faiz azalar? Gəlin bunu burada işləyək. Deməli, düzbucağımız, birinci düzbucağımız olsun. Rahat yazmaq üçün yuvarlaq ədədlər götürün. Düzbucağının uzunluğunu məsələn götürürəm 10 ya da uzunluğunu götürürəm 20, enini götürürəm 10. Bu zaman onun sahəsini tapmalıyam. Çünki görə ikinci düzbucaqda çəkəcəm, görə necə dəyişəcək. S olur 10 vur 20, yəni 200. İkinci düzbucağımızı burada çəkək. Təbii ki, ikinci tərəflərini tapmaq üçün deyil, düzbucağın uzunluğunu 40%, enini 20% azaldaq. Uzunluğunu 40% azalt. Yəni uzunluq 20-dir. 20-ni 40% azaltmaq nə deməkdir? 20 çıx, 20 vur, 40 böl 100. Bu şəkildə. Deməli, sıfırlarımız gedir, 2-də 8, 20-dən 8 çıxan neçə qalır? 12. Deməli, növbəti düzbucağının uzunluğu olacaq 12. Uzunluğu oldu 12. Deməli, enin də 20% azalt. Enimiz nə idi? 10 idi. 10 çıx, 10 vur 20 böl 100. Yenə sıfırlarımız gedir, ondan 2 çıxanda 8. Deməli, enimiz nə qaldı? 8. Bu zaman sahə nə qədər olacaq? 8 vur 12, yəni 96. Əvvəl sahəmiz 200 idi, indi isə 96. Təbii ki, bunun neçə faiz azaldığını soruşur bizdən. İlk qiyməti, ilk kəmiyyət həmişə 100% götürülür. Birinci qiymətimiz 200 idi, 200-ü neçə faiz götürəcək? 100%. Növbəti sahəmiz 96 idi, 96-nı da
x faiz götürülür. Təbii ki, bunu çarpaz vururuq. X vurulsun 200 bərabərdir. 96 vur 100. Burada 100 ilə 200 gedir, 2 qalır. X vur 2 bərabərdir 96, x də bərabərdir 48-ə. Geri cavabı 48 götürmürsünüz. Çünki bizdən neçə faiz azaldığını istəyir. Neçə faiz azalar. Əvvəl 100% idi, indi 48%. Neçə faiz azaldı? 52%. Ona görə cavabımız olur 52 variantı. Deməli, davam edək 67-ci sualla. Deməli, deyir, ilk 10 natural ədəddən təsadüf seçilmiş ehtimal bir sualdır. Bir sadə ədəd, təsadüf seçilmiş birinin sadə ədəd olması. Ümumi bütün elementlərimiz nə qədərdir? Bütün kəmiyyətimiz, yəni mümkün halımız 10-dur da. İlk 10 natural ədəd, deməli, məxrəcimiz 10 olacaq. Məxrəcimiz 10 olacaq. 10-da, deməli, əlverişli hallarımız nə deməli? Yəni, seçilə bilənlər. Deyir, sadədir. Sadədlər hansılardır? Deməli, təbii ki, biri götürməyəcəksiniz. Bir nə sadə, nə mürəkkəbdir? 2-dir, 3-dür, 5-dir, 7-dir, 9, 10 artıq mürəkkəbdir. 4 dənə, 10-da 4. Bunu ixtisar aparırsan olur 5-də 2. Belə. 5-də 2. Belə. Sonra 68-ci sual. 68-ci sualımızda çarpaz vurub tapmaq lazımdır. Çarpaz vurub tapırıq burada. Deməli, çarpaz vuranda x 5-ə vurulacaq. Ya ki, belə ixtisar da apara bilərsən. 5 ilə 15-i bir dəfə, 3 dəfə. Çarpaz vurursan 3x bərabərdir 21, x də bərabərdir 7-yə. X oldu 7. Cavabımız oldu 7. Gəldik növbəti 69-cu sual. Vurğulara ayırmağı hazır özü verib demək olar ki, hazır özü verib. Burada ortaq vurğu nədir? X plus y, x plus y. X plus y ortaq götürsək, burada qalır c, burada qalır çıx d. Məsələn, x plus y vur, c çıx d. C çıx d. Olur variantımız c variantı. Deməli, növbəti sualımız 70-ci sual. Əbub Əkoba aid. Əkob 18-36. Əgər demiş ki, ədədlərdən biri o birinə bölünürsə, Əkob böyük olur. Əbub isə kiçik olur. Burada da görürük ki, bunlar bir-birinə bölünür. Onda 18 ilə 36 Əkob nə olacaq? 36 böyük olan üstə gəl. Bunlar da qarşılıqlı sadə ədədlərdir. 10 ilə 11. Qarşılıqlı sadə ədədlərin Əbubu 1-ə bərabərdir. Topla 1, o da bərabərdir 37. Cavab olur E variantı 37. Deməli, 71-ci sual. Hansı nöqtə bu funksiyanın qrafiki üzərindədir deyirsə, deməli, qrafiki üzərindədir. Hansı nöqtə? Baxaq. Təbii ki, burada x-in, y-in uyğun qiymətləri ödəməlidir. Və yaxud da burada məsələn qiymət də verə bilərsiniz, amma bəzisi ödəyə bilər, ödəməyə bilər. Baxırıq, y-ə 0 verəndə, x-ə 6 verəndə y 0 eləmir. X-in yerinə 6 qoyub, mənfi 12 topla 6 mənfaat edir, olunur. X-ə mənfi 3 verəndə, bəli, y 0 edir. Baxın, mənfi 2-ni 3-ə vuranda, yoxsa 0 eləmir. Burada mənfi 2-dir. Mənfi 2-ni mənfi 3-ə vuranda, müsbət 6, 12 edir. Bu da ödəmədir. Mənfi 2-ni mənfi 5-ə vuranda, müsbət 10-un üstünə 6 gələn 16, cavabımız o B variantı. Yəni, uyğun qiymətlər ödəməlidir. Birinci X-in qiyməti gəlir, ikinci Y-in qiyməti gəlir. Bu da belə, müsbət 16. Deməli, gəldi 72-ci sual. 72-ci sualımızda bərabər yanlı LMN üçbucağı, bərabər yanlı LMN üçbucağı çəkək. Yox, bərabər tərəflidir, bərabər tərəfli LMN üçbucağı çəkək. Deməli, bu olsun bərabər tərəfli LMN üçbucağı. Sonra deyir, bu üçbucağın sahəsi bərabər tərəfli ABC üçbucağın sahəsindən 16 daha böyükdür. Bir dənə üçbucaq var, bu da ABC-dir. ABC. Bunun sahəsindən deyir 16 dəfə böyükdür. ABC-nin perimetri 9 olarsa, deyir, bərabər tərəfdə 3 düşür. İşte bərabər tərəflidir. Bunun deyir, tərəfini tap. Deməli, bunun sahəsini birinci tapırsan, bərabər tərəfli üçbucağın sahəsini necə tapır? A kvadratı kök 3 bölü 4. Yəni 3-ün kvadratı vur kök 3 bölü 4. Bu deyir 9 kök 3 bölü 4. O birinin sahəsi deyir, yəni bu A kvadratı kök 3 bilmirəm də tərəfinə A desək, bölü 4 bərabər olmalıdır bunun 16 misliyinə. Çünki deyir ki, bundan 16 daha böyükdür. Yəni 16 vurulsun bu.
4-də 9 kök 3. 4 ilə 16 gedir, 4 qalır. Bu da kök 3'lər də gedir. A kvadratı böl 4. Nəyə bərabər oldu? Mən 36'ya A kvadratı böl 4 qalıb solda. Burada da 4 vur 9, 36 qalır. Bunu da çarpaz vursaq. Deməli, A kvadratı bərabər olur 144'ə, A da bərabər olur 12'yə. Birinci çıxacağımızın tərəfi 12 oldu. Bizdən də tərəfin istirilə cavabımız olur 12. Deməli, gələk davam edək. 74-cü sual deyir olduqda x, y böl x topla y ifadəsinin qiymətini tap. Demək, x-in y-in qiymətlərini verib, biz də aparıb yerinə qoyaraq. X vur y. Deməli, x-imiz 5 çıx 2 kök 6'dır. Y-imiz isə 5 topla 2 kök 6'dır. Bu da ki, müxtəsər vurma düsturudur. Məxrəcimiz bunların cəmidir. 5 çıx 2 kök 6. Üstə gəl 5 topla 2 kök 6. Bu da 2 kök 6'lar gedir. Məxrəcimiz nə edir? 10. 5 topla 5, 10. Sürətdə də A nisbi A plus B. Yəni A'nın kvadratı çıxıb B'nin kvadratı. 5'in kvadratı edir 25. Çıxılsın 2 kök 6'nın kvadratı 24. 25'ten 24 çıxanda 1 böl 10. Yəni 0,1. Belə, davam edirik 75-ci sualla. 75 deməli buradadır. Bunlar natural ədədlərdir. Natural ədədlərdirlərsə, vuranında 6 eləməlidir. Bu, müxtəlif qiymətlər ola bilər də. X, Y vuranında 6 edir, Y, Z vuranında 18 edir. Amma ikisini də ödəməlidir. Deməli, burada, məsələn, 18 eləməsi üçün, baxa görə bunların cəmini istəyir. Deməli, 2 ilə 3 götürə bilmərik, məsələn. 3 götürsək, x 2 edir, bunu 3 götürsək, 6 edir. Başqa qiymət var mı? Ən kiçik qiymətini deyir. Buna fikir vermək lazımdır. Ən kiçik istəyirsə, biz bacardığımız qədər kiçik qiymətlər götürməliyik, məsələn. Cəminin daha kiçik olması üçün. Buna y-ə 3 versək, x olacaq 2. Y-ə 3 vermişiksə, bu da olacaq 6. Onda bu zaman bunların cəmi, x ilə y-in cəmi 5 eləyir. Bu da z də 6 elədi, 11. Bu da 11 eləyir. Yəqin ki, mümkün kiçik qiymət, məsələn, bura 1 versək, qısa 1 versək, y 6 olur. Y 6 olsa z 3 olur. Aha, burada da, amma 11 eləməyə bilər, bizə ən kiçik lazımdır. X-a 1 versək, daha kiçik düşünək. Y olacaq 6. Natural deyir, problem deyil, 1 vur 6, 6. Sonra y 6 vermişik, bu 6 olacaq. Z olacaq, onda 3. Bu daha kiçik olur. Deməli, z 3, y 6, x da 1. Neçə eləyir? 10. Cavabımız onda 10 eləyir. Ən kiçik qiymət istədiyi üçün. Ən kiçik qiymət deyir də. Artıq. Onlardan biri 1 götürmür, çünki onda hansısa biri 18 eləyəcək, daha böyük olacaq. Ancaq bunlardan birini 1 götürə bilər ki. Y-i 1 götürsək, təzdən z 18 olacaq. Yəni 10 olacaq. 75-in çalacaq 10. Gəldik 76-cı sual. Qarşı təpələrindən biri koordinat başlanğıcında olan kvadrat deyir. Ona görə də bir dənə deməli koordinat müstəvisinin absis ordinat oxunu çəkirik. Qarşı təpələrin biri deyir, bu olsun, koordinat başlanğıcında. Digər isə -8, -8, yəni x-i 8-dir, yəni buradan bura 8, y-i də -8, bura. Bir də budur. Vəssalam, artıq tərəfin nə olduğunu görmək olur da. Buradan bura 8-dir, buradan bura 8-dir, kvadratlı deyir axı. 8-dir, bizə bir kvadratın sayısını tap, 8 vur 8, 64. Cavabımız eləcək 64. 76-cı sual. 77-ci sual, deməli, burada sadələşdirmək lazımdır, ifadənin qiymətini tapaq. Deməli, burada nə edəcək? Birinci növbədə bunu ortaq məxrəcə gətirərik, mötərizənin içini. 2 çöldəki 2 durub yerində. Bu mötərizənin içində ikisinin də məxrəci 2-dir. 2-də 285 kvadrat, üstə gəl 7 15-in kvadratı, üstə gəl. Təbii ki, bunun məxrəci 1-dir də, bunu 2-yə vurmalıyım, 2-yə gətirməliyim axı. Bunu 2-yə vuracam, yəni üstə gəl 2 vurulsun 2.85 vur 7.15. Bu da mötərizəmizin içi oldu. Məsələn, sürət artıq düsturdur. 2 vurulsun, hansı düstur?
A kvadrat topla B kvadrat topla 2AB. Yəni A plus B'nin kvadratıdır. 2.85 topla 2 yox 7.15. Təbii ki bunun kvadratı bir də böləcəyi məxrəcdə 2 var. Deməli bərabərdir. Burada 2 ilə 2 təbii ki ixtisar gedəcək. 2.85-in üstünə 7.5 gələndə 10 eləyir. Onun da kvadratı olacaq 100. Onun da kvadratı olacaq 100. 9, burada 1, 10. Onun da kvadratı edir 100. Burada cavabımız oldu 100. 77-ci sualda. Gəldi 78. 78-də baxaq. 78-də bizə məsələdir. Deməli, 2 yeşikdə bir yerdə 50 kiloqram. Deməli, nə var? Qənd var. Birinci yeşik, ikinci yeşik. Birincidə tutaq ki, x kiloqram var, ikincidə y kiloqram var. Deməli, buradan artıq bilirik ki, biz x plus y nəyə bərabərdir? 50-yə. X plus y 50-yə bərabərdir. X plus y bərabər 50. 2 yeşikdə bir yerdə 50 var. Hər gün birinci yeşikdən 3 kiloqram, ikinci yeşikdən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra, deməli, neçə gün keçəcək? 6 gün keçəcək. Birinci yeşikdən 3 kiloqram, ikinci yeşikdən 2 kiloqram götürdülər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Deməli, 6 gün ərzində birincidən bir gündə axı deyir, hər gün 3 kiloqram götürürlər. 6 gün keçirsə 6, 3 kiloqram 18. Birincidə qalacaq x çıx 18. İkincidə qalacaq. İkincidən bir gündə 2 kiloqram götürür. 6-nı 2 kilogramda 12 azalacaq. Y çıx 12 qədər qənd qalacaq. Bunlar deyil bərabər olacaq. Onu bərabər edirik də bunları. X çıx 18 bərabərdir y çıx 12. Buradan da sola atılan da dəyişənləri x çıx y bərabərdir. Mənfi 12-nin üstünə 18 gələndə eləyəcək 6. Bu tərəfdən də biz x plus y-i də bilirik ki, nə qədərdir? 50-dir. Bunlar da alt-alta toplayanda bu 6-dır. Toplayanda y-lər gedir. 2x bərabərdir 56, x də bərabərdir 28. X-i tapdıq 28. Bizdən nə istəyir? Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Birinci yeşik x-dir, onu da tapdıq 28. Həlli qurmanı işlədik. 79-cu məsələ. Deməli, satıcı şarın birini 12 qəpiyə alır, yəni 0,12 manata və 15 qəpiyə satır, 0,15 manata satır. Satış zamanı 5 şar partlayıb, yəni sata bilmir də. O alır, amma alandan sonra əlində 5 şar partlayır, yəni biraz ziyana vurur. O bütün şarların alıcı-satqısından 6 manatdan çox gəlir əldə edir, yəni böyüdür 6-dan, 6-dan çox deyir. Ən az 6 demir. Bərabər də götürərdik. Bərabərsizliyə aid bir məsələ tərtib edirlər. Deməli, burada nə edəcəksən? Biz şarımızın miqdarı, ümumi aldığı şarı bilirik. Tutaq ki, x şar alıb. X şar alıb. Aldığımız şar x saydadır. İndi, deyək, bütün şarlardan 6 manatdan çox gəlir. Burada gəlirə baxmaq lazımdır. Gəlir nə deməkdir? Satdığı ilə aldığı arasındakı fərq. Məsələn, tutaq ki, 12 qəpiyə alıb 15 qəpiyə satırsa, bir şardan 3 qəpik gəlir əldə edir. Sadəcə bizdə ümumi gəlir manatdan göstərir. Onları manatdan yazacaq biz. Deməli, bu satdığından çıxmalıyam da aldığının qiymətini. Çünki satdığı baha satıraq, gəliri elə tapırıq. Satdığı qiymətdən aldığı qiyməti çıxmalıyam. İndi bu x şar alıbsa, x şar alıb, onlardan nə qədər partlayıb? 5-i partlayıb, onu sata bilməyəcək. Biz deyək, gəliri tapmaq üçün satdığı qiymətdən aldığı qiyməti çıxmalıyıq. İndi satdığı qiymət deyəndə mən x-i 15-ə vurmayacağam. Niyə görə? Çünki bu şardan 5-i partlayıb, baxın. X çıx 5-i, şar 5-i azalıb sata bilməyək, 5-dən şar sata bilməyək. Bunu vuracam 15-ə. Çünki 0,115 yazalda manatla yazmalıyıq. Çünki axırda gəliri manatla verir. Bu olacaq ümumi satdığından əldə olunan pul. Gəlir yox, ahırı. Satdığından əldə olunan pul. Bu qədərdir. İndi bundan da mən çıxacam o mayasına. Mayası nə qədərdir? Yəni bu 12 manat, 12 qəpikdən verib şara baxır. Neçəsini almışdı bu? X şar almışdı. O partlayanlar da bunun içindədir. Çünki onu alıb da, yəni 12x. 0,12x.
Yəni 12 qəpik %12 manatdır. Bu qədər pul xərcləyib yer valıda. 0,12x çıxacam, ümumi satdığı puldan bunu çıxacam. Deməli, sonra başqa nə var idi? 5 şar partlayıb 15 qəpiyə satır. Deməli, bunun əlində qaldı satdığı şar x çıx, deməli, nə qədər idi? Satdığı şar x çıx 5 idi. Onların hərəsini neçə manatdan satır? %15 manatdan satır. Bu aldığı puldur. Sonra bir də bundan aldığı pul budur. Satandan əldə etdiyi pul. Bir də çıxmalı 112x-i. Niyə görə? Çünki x şar da almışdı. X şar almışdı. Onları da 12 qəpikdən, yəni 112 manatdan almışdı. Bunu çıxanda ortalama gəlir. Deməli, böyüdü nə olacaq? 6-dan. 6 manatdan. Manatlı deyil. 6 manatdan çox gəlir əldə edib. Bir də baxaq məsələmizə. Satış zamanı 5 şar partlayıb. Vəssalam. Deməli, 5 şar sata bilməyib. O şarımızı satdığı şar olur x çıx 5. Birini 0,115 manatdan satır. Onca vurur 0,115-ə. Bundan çıxmalıyıq. Onun almağa sərf elədiyi pul. Almağa sərf elədiyi pulda x şar alıbsa 12 qəpikdən 112 manatdan alıb onu çıxacaq. Ümumi gəlir 6 manatdan çox olmalıdır. Bunu hesablayaq. Vurub açıq %15x çıxılsın 5'i %15 alanda 0,75 çıx 0,12 deməli böyüdür 6-dan. Burada %12x var. %15-dən %12x çıxanda 0,3x qalır. Deməli 0,75 ilə mənfidir. Sağa tarafda 6'nın üstünə gəlirik də. O da böyüdür. Deməli 6,75. Burada da 100'ə vuranda hər birini, vericəsi 2 rəqəm var. X da 3x da böyüdür 675. Buradan da x-i tapmaq üçün deməli 675-i 3'ə böləcəyik. 675-i 3'ə bölərik. O da 225. 225. X 225-dən böyüksə ən az neçə ola bilər? 226. Yəni ən az 226 şar ala bilər. Yəqin ki, fikirdən qaçan bir şey olmaz, ümid edirəm. Gəldi 80-ci sual. 80-ci sual düzbucaqlı sucan katetlərdən biri digərindən 2 cm böyükdür. Katetlərdən biri digərindən 2 cm böyükdür. Çəkin düzbucaqlı sucağımızı bura məsələn x yazırıq, bura x plus 2 yazırıq. Yəni, bu katetdən danışdıq. Yoxsa biri digərindən 2 cm böyükdür. Onda bu olsun. Bu, bundan 2 cm böyükdür. Baxırıq, x plus 2 yazmışıq. Ketonuzdan isə 2 cm kiçikdir. Yəni, bundan söhbət gedir də. Bu katet bundan 2 cm böyükdür. Bundan isə 2 cm kiçikdir. Bu olacaq x topla 4'dür. Onu ketonuz. Nəyə tətbiq edirik? Pifagor. Üçbucağın ketonuzunu istəyir. Pifagor tətbiq etsin. X-in kvadratı topla x plus 2'nin kvadratı bərabərdir. X topla 4'ün kvadratı. Burada da açırıq x kvadrat topla müxtəsərlə x-in kvadratı. Üstə gəlir 2ab. 4x topla 4. Bərabər. Bunu da açsaq. Deməli, getmədi. X kvadrat topla 2ab-miz nə edəcək? 8x topla 16. Bunlar sağ-sol eləsək. Burada nə alır? 2x kvadrat topla 4x topla 4. Deməli, bərabərdir. X kvadrat topla 8x topla 16. Burada da 2x kvadratından x kvadrat çıxanda qalır. Burada davam etsək, qalır x kvadratı. Sonra 8x-i bu tərəfə açsaq. 8x-i bu tərəfə açsaq. 4x çıx 8x edir də. Edir mənfi 4x. Sonra 4-dən 16 çıxanda mənfi 12 bərabər 0. Bunda kökləri kvadrat təminlidir. Kökləri diskriminantla gedib tapmaq olar. Kökləri mənfi, hasili mənfi 12, cəmi müsbət 4. Mənfi 2 ilə 6. Təbii ki, burada tərəf mənfi ola bilməz. X-imiz nə olur? 6. Hipotenozu istəyir. Hipotenuz da olacaq 6 topla 4, 10. 10 cm. Cavabımız 10 edir 80-ci sualda. Bu da belə. 81-ci sual. 81-ci suala diqqət edək. 81-ci suala görə nə verilib?
deməli yarım dairə və üçbucaq verir. Deyir şəkildə verilən fiqurda, bu fiquru verilib, BC parçası mərkəzi olan, mərkəzi O nöqtəsində olan yarım çevrənin diametridir. BC burada diametrdir. BC qövsün uzunluğu 4π'dir. Bu qövs var, bu qövsün uzunluğu 4π'dir. Qövsün uzunluğunu o dəqiqə yada salmaz. Qövsün uzunluğu necə tapılır? Pi vur R vur alfa böl 180. Pi alfa böl 180 deyir 4π'dir da. Qövsün uzunluğunu özü verir. 4π'dir burada. Sonra AO 6'dır. Bu üçbucağın hündürlüyüdür. Bu üçbucağın hündürlüyüdür. AO 6'dır. AB ilə də AC bir-birinə bərabərdir. AB ilə AC bərabər yanlı üçbucaqdır. Fiqurun sahəsi ümumi həm üçbucağın sahəsini tapmalıyıq, həm də yarım dairənin sorunları toplamalıyıq. Burada ixtisarlarımızı aparaq. Pi'lər gedir. Alfamızı yazmaq, alfamız budur da, yəni 180 dərəcədir. Qövsümüzün dərəcəsi 180-dir. Bu alfamız 180 olduğu üçün 180'lər də gedir. Nə qaldı? R bərabərdir 4. Çevrəmizin radiusu 4-dürsə, onda yarım dairənin sahəsi necə olacaq? Pi vur R'in kvadratı, Pi'ni verməyib ki, verməyib. Pi vur R'in kvadratı, yəni Pi vur 4'ün kvadratı böl 2. Niyə görə? Yarım dairədir, yarıya bölməliyik. Bir də üstünə gəlməliyəm üçbucağın sahəsini. Üçbucağın sahəsi nə qədər olacaq? Artıq radius 4-dürsə 4, 4. Oturacaq olur 8, hündürlük olur 6. Onda bu da tərəf vur hündürlük böl 2. Buradan da 2 ilə 8 aparırsam 4. 16 pi böl 2 eləyir 8 pi topla. Buradan nə alınmışdı? Deməli 24. 8 pi topla 24 bizim ümumi fiqurumuzun sahəsi eləyir. Bu qədər. Hər kəs istədiyi nəticəni təki əldə etsin, istədiyi nəticəni yığa bilsin. Hər birinizə bir daha uğurlar arzulayıram.